Gələn aydan etibarən qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək. Daha doğrusu, qadınların pensiya yaşı artırılaraq 65 yaş olacaq. Kanala abunə olun, çox gözəl məlumat paylaşım sizinlə. Əslində bunu siz istəyirdiniz, qadınlar istədi, hökumət baba da elədi. Niyə? Vətəndaşa həmişə qulaq asır axı. Həmişə nə istəyirdilər? Qadınlar və kişilər bərabər hüquqda olsunlar. Bu da sizə bərabər hüquq. Kişilər 65 yaşında çıxırdı, qadınlar da çıxsın da. Bəs yaxşı, qonşu ölkələrdə vəziyyət necədir? Gürcüstanda kişilər 65, qadınlar 60. Ermənistanda kişilər və qadınlar hər ikisi də 63 yaşında. Rusiyada da 65 yaşında kişilər, 60 yaşında isə qadınlar pensiyaya çıxırlar. Əslində Azərbaycanda hər ikisinin də 65 yaş olması, yəni qonşularımızdan bir balaca üstün olmağımız şükür eləməliyik. Niyə? Çünki Pakistan, Yəmən, Əfqanistan, Somali, Mərkəzi Afrika ölkələrində qadınlar ümumiyyətlə pensiya almırlar. Yəni istər 65 yaşında, istər 75 yaşında fərq etmir. Amma bir tərəfdən də baxanda Türkiyədə 49 yaşında xanımlar əgər müəyyən meyarlara, tələblərə cavab verirlərsə, pensiya üzü görə bilirlər. Yəni uzun sözün qısası regionda, yəni qonşularımız arasında ən böyük yaş həddi bizdə oldu. Təbrik edirəm. Bəs siz nə düşünürsünüz? Ümumiyyətlə yaxın 10 il ərzində pensiya yaşı artırılacaq yoxsa azaldılacaq?